Salam, gəlin 14-cü suala baxaq. Bu tipli suallarda bəzi çaşqınlıqlar olur. Gəlin baxaq. Bizdə deyir ki, f(x + 4) = 2 + px-ə. f(7) = p + 12. Baxın, bəzi uşaqlar, məsələn, gətirib burada x-ə 7 qiymətini verirlər, burada da həmçinin. Amma bu belə deyil. Baxın, bir dənə fikir verin. Baxın, burada f, bax bu ümumi f ifadəsinin bir alt hissəsidir da. Burada da baxın, burada f 7-dir. Yəni f ifadəsinin, f funksiyasının altı 7-dir. Yəni burada ümumi 7 olmalıdır. Yəni ümumi 7 olmalıdır. Yəni x + 4 7 olmalıdır. Elə bir x + 4 7-dirsə, deməli x-i 3 verməliyik də elə. Yəni bu ifadə üçün yazsam f 7 bərabər olur 2 + x-ə 3 verdik axı 3p-yə. 3b-yə. Digər tərəfdən də bu onsuz da özü vermişdi. Bərabərdir p + 12-yə. İndi bunlar x-də hər ikisi f 7-dir də. Yəni bunlar hər ikisi bir-birinə bərabər olmalıdır. Yəni bu hissədən də 2 + 3p-ni bərabər eləyirəm p + 12-yə. P-ni sol tərəfə keçirsək 2p bərabərdir 10-a. P də bərabər olur 5-ə. Yəni cavabımız 5.